Namaz Allaha vaxt ayırmaqdır. Başqa şeylər var, meditasiyalar var. Keyfim gəldi, bir dənə getdim, elədim meditasiya. Elə deyil, keyfim gəldi. O burada da bir dənə nəfs var, keyfim gəldi, elədim. İstədim, elədim. Allahla bütövləşmək istədim, bütövləşdim. Burada elə şey yoxdur. Burada deyir ki, konkret vaxtlar var ki, o vaxtları Allaha fəda eləməlisən. Yaxşı olar ki, o halla eləyəsən. Yox, o halın yoxdursa, eybi yox. Amma əsas odur ki, vaxtını fəda etdin. Səhər, günorta, axşam konkret 5 dəqiqə, 10 dəqiqə ayırdın Allah. Mən həmişə ürəyimdə Allahımla danışıram. Necə danışır? Harda danışırsan? Yatmamışdan əvvəl danışıram. Yuxudan duranda, yatmamışdan əvvəl onsuz da yerdəmə alırsan. Robot deyirsən ki, birdən-birə sönüb yatasan. Duranda da yerdəmə alıb durursan da. Bu mecurluqda görürsən ki, şey eləyirsən, danışırsan da Allahla bu arada. O bir başqa zadını Allahla danışmazlar. Konkret deyir, üzvü qibləyə tut günən, məsələn, konkret bir yerə üzvü tut günən, yuyun günən, bu başda mənlə danışma, başqa heç bir də hərəkət eləmə. Bilmirsən nə danışırsan ərəb dilində. Danış. Amma içindən mən sənə vaxt ayırıram. Bu hər şey başlayır vaxtdan.